Çimnaz Sultanova saçlarının qurbanı oldu. Bu sözləri aparıcı İlqar Mikayıloğlu'nun yeni layihəsinə qonaq olan tibb elmləri namizədi onkoloq kimyoterapevt Anar Məmmədov deyib. Həkim qeyd edib ki, Çimnaz Sultanova müalicə olunmaq üçün bir müddət kimyoterapiyaya gəlib. Lakin saçları və qaşları töküldüyü üçün daha sonra bundan imtina edib. Qeyd edək ki, aktrisa ötən ilin yanvarında bağırsaq xərçəngindən dünyasını dəyişib. Aparıcı Ulvira Qarayeva telekanallara nəzarətin gücləndirildiyini bildirib. Sosial şəbəkədə canlı yayına girən aparıcı hər sözə diqqət edildiyini qeyd edib. O bildirib ki, audiovizual şura bununla bağlı ciddi işlər görür. Kanallara nəzarət güclüdür. Ən əsasda sonuncu iclasdan sonra televiziyaları qoşublar süni intellektə, qadını aşağılayan ifadələr, kişi-qadın müzakirəsi, rus, türk sözləri hamısı yoxlanılır. Audiovizual şura bir qrup ayırıb və onlar nəzarət edir. Bəzən qonaq elə ifadə işlədir ki, biz nə edək, qonaqdır, çox ciddidirlər. Sonuncu iclasdan sonra mama, papa, okey, konum sözləri də qadağan edilib.